Getdikcə soyunursan, hə, nə olar ki? Hə, nə olar ki? Soyunanda da olur ki? Mənə yaraşıq giyinəm, sənə nə olur? Sən evə lazımdır. Ay bacı, uşağıma neyirəm ki? Məktəb paltalı, ay millət, ay cəmaat, ay yayındakı insanlar. Sizin uşaqlarınız dərsdən gələndə tuvaletin qabağında qalır paltaları. İcazə verirsiniz qatlalamağa. Niyə? Gözünde görməsində problem var, əllərində problem var. Problemlidir sizin övladlarınız. İcazə verirsiniz, paltalarını götürsün, qatdalasın, qoysun şkafa. Sonra qədər vaxt proqramı eləməliyəm. Qatdalayıram, verəndə qoy şkafa. Pis öyrədirəm. Uşaq ne üçün sağlıqsın sənə oldu? Vaxta qədər uşağım ağrıyanda siz gəl yardım eləməmişsiniz. Ay bacı, öyrətmək lazım. Mənim 32 yaşım var. Mənim 32 yaşım var ki, mən 22 yaşında ailə quranda. Anam çıxdı getdi rayona. Məclis düşmüşdü ora. Mən eşi boyda, bu boyda uşağım var idi mənim. 6 aylı uşağım var idi. Mən yemək pişirə bilmirdim. Anam yemək pişirdi, gedirdi. Sizin qızlarınız məhkum olsun. Yəni düzgün tərbiyədir bu. Mən həyatı boyu köyünü yükləməmişəm. Mən ailə quranda ilk dəfə yoldaşım köyünü yükləməmişəm. İnanın Allaha, qırışlı şalvar geymişəm, mən şalvar yükləməmişəm. İnanın, bax, Qurana and olsun, mən tanıyanlar bilir. Paltar yükləməyi, qab yumaq, ümumiyyətcə mənə aidiyyətsiz bir şeylərdir. Bu düzgündür, düzgün deyil axı. Can Sarışın xan, necəsiz? Mən bizlə bax öyrəndim bunları. Deməli, Poraç kimi diyan çıxardım, o Poraç kimi görün burada da mən gözlərim görürük. Qızım, o Poraç kimi görməmsən. Diyan, bir dənə gözlə. Deyir, burada da mama qurban. Sən otur orada, mən sən deyəndə hazırlaşan hələ geçmirik. Deməli qızlar. Hə, Gülsüfünlə da yaxşıyam. Hə, göstərmələrə açalım. Deməli qızlar. İlk dəfə mamam gedib, 6 aylı qızım var. Hə, yemək pişirə bilmirəm. Bunun da atası, onun da atası uşaqları qızın sütü yiyir. Amma sütü yedikcə yemək də yiyir də. Ona susaz eləmək lazımdır. Mamam da hər gün səhər 9-da gəlir, bizə kişi yemək pişirir, çıxır gedir. Mənə deyib, olsa sən oxusa, əlvura. Belə bacı mənə qoymur da iş görməyə. Anam çıxı getir ayağına, ay Allah. Nədən bir sokak verir, oturduq, bir baxıram ki, oğlan əsəbləşir. Ki, yəni nələri yeyik da. Mamam da 3 günlük gedir. Ay, mən nə ayrım, mən yiyeyim. Gördüm çəkilmiş ət var. Əti qoydum qırağa, sər-sər. Dedim, mən bundan dolma pişiririm. Gördüm qəşəng pomidorlar, belə daxtı. Ağzını açdım, içini çıxartdım. Bu əti, bacı tuzladım, yığdım onun içinə. Qazanı doldurdum bura qədər makaron suyuyla. Kül məni çıldırır başıma. Doldurdum, bu pomidorları koydum qəşəng. Bacı qayna, özünü açından öyle siz verir anayana, ayranamaz. Yemək pişirməyi bilmirəm də, neyim, anam ömür boyu ki, qıllıqçı var sənə ələ verəcəyəm, qıllıqçı var. Mən Qurana and olsun, meştubatda hambalları evinə çıxırlar. Qurana and olsun, elə dərs ondan idim. Telefonumu düzəltdirəcək, köynə şəkillərimizdən paylaşacağım. Qızlar, deməli, qoy Poraç kimisini. Bu dolma pişirir, mən də əsirəm acından da, uşaq buradan sütü yiyir, mən də bədələn əsir, mühtetim şuraxı. Bacı, əsirəm də, deyicələ tütürüb silir, tütürüb silməməm daxı. Hə, şeydir, əlim ayağım əsir, acından ölürəm, ay Allah. Şey oldu, dolma pişirdi, su tutardı. Su tutardı, bacı, qazanın üstünə keftirsiniz, ondan yığıldı. Gördü ki, iyi gəlir.
İndi özümü yermirəm axı. Bizdə də tində bulka var idi. Ay Allah, mən necə gedim oradan bulka alım. Həvəs yox, da yorğunam. Dedim onda yarpaq dolması da eləyim, bu nəsə xoşuma gəlmədi. Bacı, yarpaqları çıxartdım qabdan, ben necə var elə danışıram, bax Quran haqqı. Yarpaqları çıxartdım, çıxardan sonra qızlar, əti qarışdırdım, düyüsü, yox düyülü, aşın düyüsü. Əndərdim o şeyin içinə, ətin içinə. Tuzu əndərdim, qarışdırdım yarpaqları da qabdan necə çıxartmışam, nə yudum, nə bir şey, al mən nə bilirəm, nə başa bir qədər ki, mən həyatı boyu çaynikı basıb, bir də çaynikı basıb, çox da babamla çay koyuyor. Mən çay süzüm, nə bilirəm, çay dəmləməyi valla, mənə anam öyrədib, anam öyrədib, çox anamın evlərində öyrədmişəm, mən bilmirəm də, bir yalçılıq deyil bu, bu fəxr olması bir şey görür, qızlarımız mənə kimi bədbəxt eləmiyor. Niyə? İndi mən qızıma deyirəm, evdə yalandan deyirəm, yemək pişirirəm, qızım baxır, mən küçələrə yəni baxdım olmur. Amma yəni öyrədəcəm də, yaş gələcəksən də öyrədəcəm, istəmirəm mənə kimi şikət olsun. Heç nə bacı, yarpaq dolmasını da elədik. Yarpaq dolmasını da götürdüm, elə bir dənə yiyirdim bacı, acı zəqqətu, it də yeməz. Düyüləşib o boyda yarpaqlar açılır. Heç nə bacı, dedim soda, mən yiyeyim. Mən ətər eləyim. Gördüm ki, yemək pişirdim, ətlər də bir pişirən qaldı, açdım YouTube'u. Açdım, yok bir xalama yox, xalam dedi ki, YouTube'u aç, nənə də başı rəhmətli xalam, nənə də başını çıxmazsa, mən sən başa alacağım. O da rəhmətli qızı 7 dəqiqə, 10 dəqiqə adama səs atan adamdır, xoş gəlir, sən də döydün. İndi səs atmasın, otur orada. Hə, şeydir. Bacı, İlk dəfə qəşən mərcin, ən gözəl mərcini mən pişirirəm. İnanın, dadından doymarsınız. Mən kimi mərcin pişirəm, mən inanmaram ki, kimsə mərcin gözəl mərcin pişirəm, evdə oturanlar yox, restorandakılar, o aşbazlar. Mən kimi heç kim mərcin pişirə bilməz. Açdım YouTube'u, bir dəfə baxdım. Toydu ölən, bir dəfə baxdım. Baxandan sonra bacı, qəşəng, yağ tökdüm, şit yağı. Şitdə bu yemək yediyimizdə şit deyirsizlər, şit düş oldu ondan. Onu qəşəng şeylədim, adı nədir? Tavanı götürdüm, qeynar elədim, yağ tökdüm, biraz sulu yağ tökdüm, soğançanı torkadan keçirdim. Qəşəng onu qızartdım, qoydum qaba, suyu tökdüm qazanda, qaynadı. Torkadan keçirdim kökü. Sonra pomidor da qızartdım, o soğançayla pomidor da qızartdım. Pomidordan çox dəhdə olur mərci. Qoydum qırağa. Qırağa qoyandan sonra qazanda qəşəng su elədim. Suyu eləyəndən sonra içinə tökdüm torkadan keçirilmiş kök, kartoşka. Ondan sonra da ki, bu da qaynayandan sonra bir mərci.